Bizim bugünkü dərsimiz əməliyyat sistemidir. Windows əməliyyat sistemi haqqında danışacağıq. Çox geniş bir dərsdir. Ona görə diqqətlə qulaq asın, sürətli olaraq başlayaq. Əməliyyat sistemi nə edir? Belə deyək, kompüterlə istifadəçi arasında vasitəli edən bir proqramdır. Qısacası istifadəçi ilə kompüterlər arasındakı bir interfeysdir. Biz bugün danışacağıq Microsoft şirkətinin fərdi kompüterlər üçün yaratdığı Windows əməliyyat sistemindən. Keçən dərs dedik ki, ilk əməliyyat sistemi MS-DOS adlanırdı və bu IBM kompüterlər sistemi üçün yaradılmışdı. Amma demək olar ki, onun o xüsusiyyətlərinə görə artıq bu günümüzdə ondan demək olar ki, istifadə olunmur. Keçirik növbəti hissələrə danışaq. Deməli, Windows əməliyyat sistemi nədən ibarətdir? Onun ən özəl xüsusiyyəti odur ki, qrafik vasitələr, qrafik interfeysdən ibarətdir. Bu deməkdir ki, yəni hər bir proqram özünə xas simgəsi var və biz bu simgələr vasitəsilə həmin proqramlara çox rahat şəkildə 2 dəfə klikləməklə daxil ola bilirik. Windows əməliyyat sistemi simgələr, menyular, pəncərələr, tapşırıqlar zolağı və digər idarəetmə elementlərindən istifadə etməklə istifadəçi ilə kompüter arasında dialoq yaradır. Keçirik 7.1-ci bölməyə. Qovluqlar və fayllar, pəncərələr. Fayl və qovluq anlayışı nədir? Belə deyək, kompüterin işlətdiyi və yaddaşda saxlanan hər bir informasiya fayldır. Yəni biz videoda olsa və yaxud adi mətndə olsa, oyun da olsa, onların hər bir elementi kompüter yaddaşında fayllar formasında yadda saxlanılır. Yəni fayl anlayışı Windows sisteminin ən mühüm anlayışıdır, belə deyək. Ən elementar anlayışıdır. Faylın adına biz nələr qoya bilərik? Faylın adında biz yaza bilərik. Maksimum 255 işarə və onun içərisində hər bir belə deyək, ingilis hərfləri yaza bilərik, Azərbaycan hərfləri yaza bilərik. Ondan sonra müxtəlif işarələr yaza bilərik. İşarələrdən bəzi işarələr var ki, onlar qadağan olunub, o da burada qeyd olunub. Bunu yadda saxlamaq üçün biz belə bir adam şəkli kimi yadda saxlayırıq. Tutaq ki, bu formada bu adamın qolları olsun, bu adamın bədəni, bu ayaqları, bu slashlər hər biri. Daha sonra ulduz, qoşa nöqtə və dırnaq. Bu da olsun onun gözləri formada. Yəni belə bir işarələr 9 dənə işarədir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Heç biri biz faylın adını yerləşdirə bilmərik. İndi keçirik faylların tiplərinə. Faylların tiplərində nə var? İndi baxaq. Burada da eyni şey seçmişdik. Əvvəlki dərsdə izlədiklərində. İndi faylların tiplərinə baxaq. Faylların hansı tipləri var? Onları göstərək. Fayl sonluqları, hə. Fayl sonluqları əsasən 1-3, bəzi hallarda isə 4-5 simvoldan ibarət ola bilər. Faylın uzantısı ilə faylın adında nöqtədən sağ tərəfdə göstərilən hissə adlanır uzantı. Məsələn, .exe var, .wav var, .mpg var. İndi bunların da təbii ki, hərəsi müxtəlif faylı bildirir. .exe icra faylıdır və çalışdırıla bilən fayldır. Hər hansısa bir faylı başlatmaq üçün onu execute sözündən də run edirlər. Execute ilə başlatırlar. Ona görə onun fayl sonluğu exe-dir. PPT-X təqdimat faylıdır. Məsələn, gözlər PPT-X. WAV, MP3 səs faylıdır. AVI, MPG, FLV video faylıdır. Doc, docx, text bunlar mətn faylıdır. BMP, JPG, PNG isə qrafik fayllardır. Bəzində qrafik fayl sonluqları var ki, onlar burada qeyd olunmuyor. Məsələn, deyə bilərik JPG, GIF bunlar da bura əlavə eləyə bilərik. Ondan sonra freehandlər də var, FR var. Ondan sonra Corel Draw, GR var. Sonra Adobe Illustrator AI var. Bunların hər biri qrafik fayllara aiddir. Bir də qrafik fayllarda ODG fayl sistemi var. Fayl sonluğu var. ODG.
Bunlar burada qeyd olunmayıb, amma istifadə olunan tiplərdir. Daha sonra baxaq hansılar var. Növbəti hissə gəlir artıq qovluqlar. Yəni bizdən faiz sonluğu deyəndə qoy bunu biraz dəqiqləşdirək. Nöqtədən sonrakı sağ tərəfi götürürük. Mesela onun tipinə baxaraq artıq bu faiz sonluqlarını biz əzbər bilməliyik. Doq gələn kimi biz bilməliyik ki, mətndə. Doqda hətta biri də var. Burada RTF də var. RTF. Bu mətnə aiddir. Sonra Excel var. Excel'i burada yazmayıblar. XLS və yox XLSX. Bu isə Excel fayl sonluğudur. Başqa keçək biz qovluq hissəsində məlumatlar kompüterdə qovluqlar şəklində yadda saxlanılır və bunlar da iç-içə qovluqlar adlanır. İndi faylın adı necə yazılır? Düz burada PDF biraz yaxşı düşməyib. Faylın var yolu. Faylın yolu nədir? Bir də var faylın tam yolu. Və yaxud faylın tam adda deyirlər. Faylın tam adı dedikdə belə deyək. Kursor, hə, buradadır. Deməli, faylın yolu dedikdə diskdən sağ tərəfə əyilən siləş işarələri ilə ayrılan faylın özünə qədər olan hissədir. Bu faylın yoludur. Amma faylın tam adı dedikdə isə və yaxud faylın tam yolu dedikdə isə diskin özündən ta ki özünə qədər olan bütöv özə daxil olmaqla hissədir. Qısacası tam deyəndə biz hamısını götürürük, amma faylın adı dedikdə isə və yaxud faylın yolu dedikdə isə daha doğrusu onu biz götürürük faylın yolu. İndi burada baxaq C diskindən başlayaraq tam hamısı nizami doka qədər götürsək, bu olacaq faylın tam adı. Amma biz C diski, My Documents, Azərbaycan tarixi və şəxsiyyətlərə qədər götürsək, şəxsiyyətlərə qədər, bu olacaq faylın yolu. Yəni mən nizami doka getmək üçün hansı yollardan keçməliyəm? Yəni bunu bu formada anlayacağıq. Başqa burada bir şey, hə, faylın adı dedikdə isə burada faylın öz adı təbii ki nizami nöqtə dostu ən axırıncısı qısaltmalı uzantı ilə göstərilən hissə. Sonra keçək bu hissələri. Bunlar önəmli bir yerlər deyil. Gəlir burada context menu. Context menu nədir? Faylın sağ düyməsinə, yəni faylın dedikdə mouse'un sağ düyməsinə basdıqda ekrana çıxan menyu adlanır context menu. Həmin menyu da buradır. Yəni orada nə edə bilərik? Biz hər hansı faylı aça bilərik və yaxud ekrana pinləyə bilərik, harasa göndərə bilərik, silə bilərik, kəsə bilərik, yapışdıra bilərik, adını dəyişə bilərik və yaxud xüsusiyyətlərinə baxa bilərik. Bu hər hansı fayl üzərində olduqdadır. Yəni obyektin üzərində biz sağ düyməni basarsaq. Sol düyməni basılı saxlayaraq biz nə edə bilərik? Faylın yerini dəyişə bilərik. Yəni mən ta ki sol düyməni buradan basıb buradan gətirsəm, o zaman bu fayl buradan silinəcək, gəlib burada yerləşəcək. Yəni bu formada sol düyməni basıb saxlamaqla. Həmin texnologiya da adlanır drag and drop. Ümumiyyətlə Windows əməliyyat sisteminin əsas özəlliklərindən biri odur ki, 3 dənə onun texnologiyası var. Biri drag drop texnologiyasıdır. Drag drop nədir? Sürüşlə və burax. Yəni heç bir şey etmədən sadəcə mouse vasitəsilə sürükləyərək faylın yerinin dəyişməsi. Bu çox rahat bir şeydir. Yəni düzündə ekranda bu elə də ciddi önəm kəsb eləmir, amma biz bunu hər hansı bir flash karta, hər hansı bir başqa xarici daşıyan məlumatı göndərmək istəyərkən fayl böyük qovluqlar arasındakı əlaqə vasitəsi üçün bu çox effektiv bir üsuldur. İkincisi bir texnologiya plug play texnologiyasıdır. Plug and play. Plug play texnologiyası nə edir? Qoş və çalışdır deməkdir. Yəni biz buna driverlər, aktiv driverlardan keçən dərs bunu dediyimiz driver işini görür plug play. Yəni biz printeri kompüterə taxarkən avtomatik olaraq həmin printer artıq kompüter tərəfindən tanınacaq və istədiyimiz sayda, istədiyimiz formada faylları biz çap edə biləcəyik. Eyni şəkildə skanerlara da, digitalizərlərə də aiddir bu. Deməli, plug play texnologiyası nə edir? Qoşur və çalışdırır. Heç bir əlavə qurğulu proqram olmadan. Bir də üçüncüsü var.
Üçüncüsü isə OLED texnologiyasıdır. OLED. OLED texnologiyası deməli nə edir? OLED texnologiyası vasitəsilə fayl içərisində fayl açılır, proqram içərisində proqram açılır. Yəni biz Word-ün içərisində istəsək Excel aça bilərik və yaxud da Excel-in içərisində PowerPoint aça bilərik, kiçik bir hissəsini. Bu da nə üçün effektiv olur? Məsələn, hər hansı bir yazı yazırsan, sən orada cədvəl düzəltmək lazım olur. Həmin cədvəli Excel cədvəli tutaq ki, düzəltmək istəyirsənsə, sən ayrıca bunu Excel-də düzəltməlisən, sonra onu çap edəndə gətirib bu vərəqin arasına qoymalısan və yaxud şəklini çəkib yerləşdirməlisən. Bu təbii ki, çox çətin və uzun prosesdir. Amma OLED texnologiyası vasitəsilə elə yuxarıda indi o Word dərsini keçəndə izah edəcəm. Orada bir düymə var. Həmin düyməyə basan kimi avtomatik oradan Excel faylını seçərək Excel cədvəli ekrana avtomatik gəlir. Yəni bu Windows əməliyyat sisteminin əsas üstünlərindən biridir. Sonra keçir növbəti bölməmizə, daha doğrusu ardına qovluqlar. Qovluqlar iki cür olur. Bir adi qovluqlar, bir xüsusi qovluqlar. Adi qovluqlar bizim bildiyimiz kimi sarı qovluqlardır bu formada. Xüsusi qovluqlar isə özünə xas, belə deyək, simgəsi olur. Həmin o, məsələn, nümunə olaraq deyə bilərik, My Computer ola bilər və yaxud istifadəçinin şəxsi qovluğu ola bilər, xüsusi simgəsi var. Və yaxud idarəetmə paneli, Recital Bin, eyni şəkildə Libraries, kitabxanaların da özünə məxsus, belə deyək, simgəsi var. Ona görə bunlar adlanır xüsusi qovluq. Amma digər məsələn videolar olsun, şəkillər olsun, hər hansı bir sənədlər olsun, bu qovluqlar isə belə deyək adlanır adi qovluq. Adi qovluğun da indi təbii ki, içərisində şəkil yazanda şəkil işarəsi gəlir, video yazanda video, mətin yazanda mətin, qovluq dolandıqca isə qovluq kimi göstərilir. Keçək qısa yolun yaradılması. Qısa yolun yaradılması nədir? Ümumiyyətlə faylda disk sistemi başlıca olaraq C diski ilə nişanlanır və ümumiyyətlə faylın yolunda da bu C qoşan nöqtə hökmən olmalıdır. Və o lokal disk adlanır. Tutaq ki, biz bəzi fayllar var ki, onlar çox kompüterin daxilində yerləşir, faylların içərisində yerləşir. Biz onu tez-tez istifadə edirik və hər dəfə oradan gedib tapmaq biraz vaxt itkisidir. Ona görə biz həmin faylın belə deyək, üzərində kontekst menüsünü açaraq sağ düymə ilə orada faylın shortcut'ını yaratmaq düyməsinə vuraraq, yəni qısa yolunu yaratmaq. Biz faylın qısa yolunu yarada bilərik. Faylın da qısa yolun yaratmaq nə edir? Ekrana gətirir, atır və ekranda həmin faylın üzərinə bir dəfə, yəni iki dəfə sağ düyməni klikləməklə sol düyməni avtomatik olaraq həmin faylda açılmış olur. Yəni dəqiq ünvanını göstərir. Başqa? Hə, qısa yolun fərqi nədir? Qısa yolun sol tərəfində adətən kiçik bir, burada göstərildiyi kimi ox işarəsi göstərilir. Bu faylın qısa yolunu bildirir. İndi ümumiyyətlə yadda saxlamaq lazımdır ki, qısa yol obyektin özü deyil, o yalnız obyektə keçidi, belə deyək, təmin edir. Ona görə də obyektə heç bir xələl gətirmədən biz qısa yolun adını dəyişə bilərik, yerini dəyişə bilərik, daha sonra onu silə bilərik. Bu halda obyekt toxunulmaz olaraq qalacaq. Yəni qısa yolun silinməsi obyektin silinməsi deyil, amma obyektin silinməsi qısa yolun silinməsi deməkdir. Faylın və qovluğun parametrləri var. Hansı parametrlərdə olar? Baxaq. Deməli, faylın hökmən adı olmalıdır, yeri olmalıdır, harada yerləşir və yaxud ölçüsü olmalıdır, bir də uzantısı olmalıdır. Bu, faylın əsas parametrləridir. Keçirik pəncərələrə. Pəncərələr nədir? Bilir ki, Windows pəncərə deməkdir. Windows əməliyyat sistemində pəncərələrdən ibarət olduğu üçün bunun adını elə hərfi tərcümədə uyğun gəlir. Yəni pəncərələrdən ibarətdir əməliyyat sistemi. Bu əməliyyat sisteminin pəncərələrinin də belə deyək, 4 dənə növü var. Gəlir hansı pəncərələrdir? Qovluq pəncərəsi, proqram pəncərəsi, dialoq pəncərəsi və sorğu pəncərəsi. Baxaq indi bunlar bizə nəyi bildirir? Qovluq pəncərəsi nə deməkdir? Bunların hər birini izah eləyək. Burada indi pəncərənin elementlərini verib.
Yəni qapatma düyməsi yuxarıda yerləşir sağ tərəfdə. Bura menyu zolağıdır. Bura başlıq zolağıdır. Başlıq zolağında faylın və yaxud qovluğun adı yazılır, pəncərənin adı yazılır. Qıraqdakılar pəncərənin çərçivəsidir. Qıraqda olan ox işarəsi isə məsələn burada olan o pəncərənin fırlanma zolağıdır. Yəni pəncərəni idarə etmək üçün bu düymələri bilmək vacibdir bu elementləri. Qovluq pəncərəsi nədir? Qovluqların belə deyək, e, məzmununu əks etdirir. Yəni hansı qovluq açmışamsa, həmin qovluğun içərisini göstərir, içərisində olanları və onun quruluşunu. Sonra gəlir proqram pəncərəsi. Proqram pəncərəsi xüsusi olaraq hansı proqramı açmışamsa, onun məzmununu göstərir. Yəni onun xarakteristikasını göstərir. Word açmışamsa, orada Word-ü göstərəcək. Word-a aid olan pəncərəni, Excel açmışıqsa Excel-i və yaxud oyun pəncərəsini açmışıqsa, həmin oyunun ekranda olanları göstərəcək. Sonra gəlir dialoq pəncərəsi. Dialoq pəncərəsi nədir? Çox geniş istifadə olunur. Dialoq pəncərəsi əməliyyat sistemi ilə belə deyək, istifadəçi arasında bir dialoqu bənzədir. Yəni ekranda açılan hər hansısa kiçik pəncərədə yazılanları biz oxuyaraq əməl ediriksə, bu artıq olur nə dialoq pəncərəsi. Məsələn, müəyyən məlumatın verilməsi, yerinə yetirən əməliyyatın təsdiqlənməsi ilə bağlı istifadəçiyə ünvanlanmış sorğulardır. Hə, bu sorğu pəncərəsidir. Sorğu pəncərəsi ilə dialoq pəncərəsi bir-birinə oxşardır. Əsas fərqi odur ki, dialoq pəncərəsinin. Dialoq pəncərəsində biz əməliyyatları dəyişə bilirik. Yəni tutaq ki, print eləmək istəyirik. Print pəncərəsi açılır. Həmin pəncərədə olan tutaq ki, vərəqlərin sayını dəyişə bilirik. Yəni biz orada ekranda oxuyuruq və onu əməl edirik. Vərəqlərin sayını dəyişdirmək, nə bilim, ölçünü dəyişdirmək, formasını dəyişdirmək. Biz bunu oxuduqdan sonra elədiyimizə görə bu artıq olur dialoq pəncərəsi. Sorğu pəncərəsi nədir? Sorğu pəncərəsində isə bizə kiçik məlumatlar verir və yaxud proqram biz oyunu tərk ediriksə, tutaq ki, bizə sorğu çıxır. Siz oyunu tərk etmək istəyirsinizmi? Hə, yox. Və yaxud yes, no pəncərələri, ondan sonra ok, cancel pəncərələri. Yəni ancaq ikili belə deyək, ikili üçlü variantda olan pəncərələrdir. Biz orada ancaq ya təsdiq edə bilərik, ya inkar edə bilərik. Sonra gəlir 7.1. Deyir, Windows əməliyyat sistemində disklərdə yolu bildirən işarə hansı simvolla göstərilir? Yolu bildirən biz dedik ki, sağ tərəf olan silah işarəsidir. Hansı simvoldan istifadə etmək olar deyir. Baxırıq, bu olmazdı, bu olmazdı, bu da olmazdı, bu da olmazdı, amma bu olar. Faylın adı düzgündür. Baxıram, düzgün deyil deyir. PaperDoc problem deyil. S3X, LSX doğrudur. Bad.g.text ola bilər. Bad.g bunun adıdır. Sonra D variantı səhvdir. Niyə? Çünki D variantında ulduz olmazdı. Ona görə D səhvdir. B variantında ola bilər. Bu dokumentin adını biz belə qoya bilərik. İstənilən formada yazmaq olar. Sadəcə o simvollar xaric. Windows əməliyyat sistemində mövcud deyil. Atribut pəncərəsi deyə bizim bir pəncərəmiz yoxdur. Windows əməliyyat sistemində silinən obyektlərin müvəqqəti yerləşdiyi qovluq sivil qabıdır. Resize bin. İndi buna baxaq. Faylın uzantısı deyəndə ən son nöqtədən sonranı götürürük. O zaman olur docx 1-ə gedir. B. Qovluğun adı və faylın tam adı. Qovluğun adı deyəndə info.docx-ın yerləşdiyi qovluq material qovluğudur. Onun üçün materialdır D variantı. Faylın tam adı dedikdə isə başdan axıra qədər götürürük. Olur Y variantı. Bu da belə. Keçirik növbəti 7.2 iş masası qovluğuna. İş masası qovluğunda görək nələr var. Biz burada artıq iş masası, baş menü, start menü, ümumiyyətlə əməliyyat sisteminin ən geniş bölməsi buradır. Bu bölmə haqqında danışacağıq. Deməli, iş masası desktop nələrdən ibarətdir? İş masası üzərindəki bütün obyektlər onun elementləridir. Və iş masasının ən aşağı hissəsində tapşırıqlar zolağı olur. Bura bütövlükdə tapşırıqlar zolağıdır. Sol küncündə start düyməsidir. Bura tez başlatma zolağıdır.
və bildirişlər sahəsidir. Yəni bunlar üç bölmədən ibarətdir. Start düyməsi vasitəsilə biz kompüteri söndürüb yandıra və yaxud hər hansı proqramlara daxil ola bilərik. Tezliklə başlatma zolağında biz ən çox istifadə etdiyimiz proqramları ora pinləyə bilərik ki, məsələn Skype-dir, orada Opera-dır və s. və s. Bildirişlər sahəsi vasitəsilə biz enerji haqqında, saat haqqında, zaman haqqında və dil haqqında və s. və s. hissələr haqqında məlumat əldə edə bilərik. Burada dediklərimizi burada hamısını deyir. Hə, istifadəsinin cari anda işlətdiyi hər bir proqramlar isə tapşırıqlar zolağında əks olunur. Tapşırıqlar zolağı da haradır? Yəni ən aşağı hissədir. Tutaq ki, biz əlavə bir proqram açırıqsa, həmin o proqramlar gəlir burada özünə yer edir. Yəni simgəsini orada göstərir. Bu hissələri keçməliyik, çünki elə də önəmli hissələr deyil. Baxaq görə burada başqa önəmli hara var. Yəni bunlar divin imtahandan çox da düşmür. Əsas düşə bilər bunlar iş masasının avtomatik nizamlaması və çeşidlənməsi. Deməli, bu nə deməkdir? Yəni burada nələr var? Biz sağ düyməni basmaqla yenə kontekst menyu açılır. Bu hardadır? İş masasının kontekst menyusu. Yəni hər kontekst menyu eyni deyil. Bayaq biz dediyimiz kontekst menyu obyektin üzərində olan kontekst menyudur. Bir də var iş masasının kontekst menyusu. İş masasının kontekst menyusunda var view, yəni görünüş, sort by, düzülüş, refresh, yeniləmək, yapışdırmaq, daha sonra qısa yolunu yapışdırmaq, yeni fayllar yaratmaq, ekranın nöqtələrinin sayı, gadgets, hazır proqramlar və personalized kompüterin daxili məlumatları. İndi view nədir? View formasında biz kompüterin formasını biz təyin edə bilərik. Ekranı necə görünsün. View görünüşdür. Biz burada görünüşün burada 3 dənə növü var. Ancaq large icons, medium icons, small icons. Bu nə edir? Kompüterin ekranda olan bütün proqramlarını large eləsək böyük formada, böyük simgələrlə göstərəcək. Medium etsək kiçik, orta, small eləsək isə kiçik. Auto arrange icons bu nə edir? İş masasının belə deyək də avtomatik olaraq nizamlayır. Bütün işarələr sol tərəfə, yəni hər bir şeyi sol tərəfə yerləşdirir. Daha sonra nə edir? Burada align icons to grid var. Bunu biz aktivləşdirsək nə edəcək? Ekranı tor formasında, yəni simmetrik olaraq hər tərəfi riyaziyyat dəftərinin daması kimi düzəldəcək. Show desktop icons nə edir? İş masasında olan simgələrin hər birini ekranda göstərir. Biz onu bağlasaq isə ekran tərtəmiz olacaq, heç bir proqram göstərilməyəcək. Sortlaşdırmaq nə edir? Çeşidləyir. Çeşidləmək də ki, nəyə görə ola bilər? Ada görə ola bilər, name, ölçüyə görə ola bilər və yaxud tipinə görə ola bilər, hansı fayla aiddir və zaman dəyişikliyinə görə olaraq 4 dənə hissəyə bölünür. Sonra baxaq. Bunlara yenə ehtiyac yoxdur. Ekran qoruyucuları falan. Bu hissələri boş buraxırıq. Fayllar və qovluqlar üzərində əməllər. İndi biz qovluqda da belə deyək, sağ düyməsinə bassaq, burada da nə edəcək? Kontekst menyu açılacaq. Həmin kontekst menyu da açılan zaman orada belə deyək, view-nu seçərsək, görünüşü. Onun burada da 8 dənə görünüş rejimi aktivləşəcək. Deməli, kontekst menünün 3 dənə yer aça bilər. Bir obyektin üzərində, bir iş masasının üzərində, boş ekranda, bir də hər hansı bir qovluğun daxilində. X-ray large icons edir, ən böyük simgələrlə göstərir. Bu rejimdə pəncərələrdə əks olunan simgələrin ölçüsü ən böyük olur və şəkildə kiçik eskizlər şəklində, video faylların isə birinci kadrlı eskizi şəklində ekranda görünür. Large icons biraz ondan kiçikdir. Böyük simgələrdə bir var ən böyük, bu isə biraz kiçikdir. Yəni ən böyükdən biraz balaca. Bu rejim əvvəlki rejimdən yalnız simgələrin nisbətən kiçik ölçüdə olması ilə fərqlənir. Medium icons ortadır. Yəni bu rejimdə simgələrin pəncərədə əks olunması biraz daha kiçik olur. Small icons isə lap kiçikdir. Bu rejimdə bütün fayl obyektlərin simgələri kiçik ölçüdə olur və sətirlər üzrə əlifba sırası ilə düzülür. Sətirlər üzrə soldan sağa. Sonra gəlir
Sətirlər üzrə yuxarıdan aşağı daha doğrusu. Fəsil 3, fəsil 4, titul, nə bilim F10, F0, F1, F3 bu formada düzülür. Dəqiqə burada əslində adına görə doğru düzülməyib. Sətirlər üzrə deyəndə soldan sağa nəzərdə tutulur. Bəli. Soldan sağa nəzərdə tutulur. F1, F2, F3, F4. Deməli, sətirlər üzrə dedikdə soldan sağa nəzərdə tutulur. Bu rejimdə də list növbəti gedir list, yəni siyahı rejimi. Bu rejimdə simgələr əvvəlki halda olduğu kimi də yenə kiçik ölçüdə olur, lakin burada sütunlar üzrə. Yəni sütunlar üzrə nədir? Yuxarıdan aşağıya bu formada düzələcək. Details, details cədvəl, yəni ətraflı məlumat belə deyək, verir. Cədvəl rejimində simgələr cədvəl kimi görünür və əvvəlki kimi kiçik ölçüdə və əlifba sırası ilə əks olunur. Həm də bu halda hər bir fayl obyektin ölçüsünü, tipini, axırıncı düzəliş tarixi haqqında informasiyanı da müvafiq sütunlarda, yəni yenə sütun üzrə yuxarıdan aşağıya məlumatlar düzür. Deməli, nəyin? Adın, son düzəlmə tarixi, tipi və ölçüsü. Buna baxmayaraq, biz istəsək həmin sütunları artırıb azalda bilərik. Tils, kritika. Bu rejimdə bütün fayl obyektlərinin simgələri orta ölçüdə olur. Onların hər birinin tipi, ölçüsü haqqında məlumat verilir. Ən axırıncı rejim isə content menyusudur. Bu rejim simgələri orta ölçüdə göstərir və fayllar haqqında ətraflı məlumat verir. Deməli, contentlə tilsin ölçüsü orta formada olur. Content daha ətraflı məlumat verir. Tils isə sadəcə onların hər biri tipinin və ölçüsü haqqında məlumat vermiş olur. Keçirik növbəti hissələrə, bu hissələri buraxaq, çünki önəmli deyil. Baxaq. Faylın adının dəyişdirilməsidir bu da. Önəmli deyil. Yəni sadəcə adını vursaq dəyişəcək. Yəni üzərində qovluq pəncərə, bir də bura baxaq. Qovluq pəncərəsində və iş masasında silinmiş faylı obyekti o anda geri qaytarmaq üçün cari pəncərədə Ctrl-Z klavişləri birgə sıxılır. Yəni biz nəyisə silmişiksə, sildiyimizi yenidən bərpa eləmək istəyiriksə ki, anında, yəni yanlışlıqla silmişik, o zaman Ctrl-Z düyməsini fərqli şəkildə basmaq lazımdır. Sonra gedir maskalar. Maskalar nədir? Axtarış üçündür. Məsələn, iki cür axtarış var. Bir ulduzlu axtarış var. Bir də sual işarəsi axtarış. Ulduz o deməkdir ki, həmin ulduzu 0 ilə n-ə qədər bütün 0 n sayda belə deyək, hərf əvəz edə bilər. Yəni sən ulduz.docx yazsan, sonu docx olan bütün fayllar, adı 1 hərfli, 2 hərfli, 5 hərfli, 10 hərfli olan bütün fayllar çıxacaq. Ulduz xlsx yazsan isə sonu xlsx olan istənilən fayl ekrana çıxacaq. Sualla olan isə, indi burada düz onu qeyd eləməyiblər. Məsələn, biz yazsaydıq ki, 3 dənə sual nöqtə docx. Bu demək ki, sonu docx olan, ancaq adı 3 hərfli olan. Yəni, məsələn, inf docx. Bunu ancaq ekrana çıxardacaq, axtarışa çıxardacaq. Amma info docx heç vaxt çıxartmayacaq. Çünki hər sual bir simvol deməkdir. Ona görə info ödəmir. Amma biz buraya yazsaydıq, ulduzun içərisində yazsaqdıq, o həm docx çıxardacaqdı, həm info docx çıxardacaqdı. Ya bilim, informatika docx hamısını çıxardacaqdı. Yəni, ulduz deyəndə simvol sayı məhdudiyyəti yoxdur, amma sual deyəndə neçə sual işarəsi varsa, o qədər sayda məhdudiyyəti var. 7.2. Windows əməliyyat sisteminin tapşırıqlar zulağında əks olunmur. Baxaq. Tez başlatma zulağı var. Bildirişlər sahəsi var. Start düyməsi var. Dil indikatoru bildirişlərin içərisində yerləşir. Bir də vəziyyət zulağı. Yəqin ki, vəziyyət zulağı yerləşməyəcək. Çünki dil indikatoru onsuz da elə bildirişlər sahəsinin içərisində olaraq yerləşir. Windows əməliyyat sistemində kontekst menyusunun hansı əmri ilə faylın və ya qovluğun tipi ölçüsü, yerləşdiyi yer və yaranma tarixi haqqında məlumat vermək olar. Bu nədir? Hansı ilə biz bunu kontekst menünün hansı əmri ilə
Burada biraz karışıqdır. Eğer Windows kontekst menünün yerini deməyib bizə. Əgər qovluğun içərisində deyilsə, biz bunu view ilə edə bilərik, details ilə. Yox, əgər ümumiyyətlə ekranda olan kontekst menyudan açaraq biz qovluğun tipi, ölçüsü, yerləşdiyi yer və yaranma tarixi haqqında məlumatı sort by ilə də əldə edə bilərik. Biraz qarışıq formada burada deyiblər. Burada bir də bu ya Windows əməliyyat sistemindən kontekst menüsü hamısı əmr ilə faylın və qovluğun tipi. Hə, bu hazır faylın və qovluğun tipi. Bu sortda bu nizamlamaqdır. View görünüşün formasını düzəldir. New ümumiyyətdən uyğun deyil. Yaratmaqdır. Rename. Rename adını dəyişməkdir. Amma properties də olacaq. Bu nə edir? Hə, properties. Hər hansı bir fayl haqqında nə vaxt yaranıb, onun ölçüsü nə qədərdir, adı, tipi, o haqqında özəlliklər belə deyək, yaratmaq olar. Yəni özəlliklərlə baxmaq olar. Sadəcə bayaq biz nizamlamaqla görünüş rejimlərini qarışdırdıq. Burada sonrasında qoyuluşda tam düz deyil. E, Çaşdırıcılıq biraz var. Yəni deyirəm, əgər bizdən məlumat əldə etmək olar, görünüşdə də biz bunu əldə edə bilərik. Details vasitəsilə biz qovluğun daxilində olan bütün fayl, hə, burada fərq nədir? Görünüşdə və yaxud sort by'da nizamlamaqda biz bütün fayllar, yəni bir qovluğun daxilində olan bütün faylları ya nizamlaya bilərik, ya görünüş, yəni məlumat əldə edə bilərik. Burada isə belə başa düşürük ki, konkret bir faylın, bir fayl haqqında təbii ki, məlumat əldə etmək istəyirəmsə, onu ancaq özəlliyinə baxa bilərəm. Üçüncüsü, müxtəlif kökləmə metoduna aparılması imkan verən proqramlar hansı qovluqda saxlanılır? Kompers, belə deyək, kompüterin daxili quruluşu və yaxud onun içərisində olan fayllar bölgüsü ilə məlumat verir. Libraries kitabxanada onun içərisində biz musiqi, dokument və ya hər hansı sənəd və şəkillərimizi saxlaya bilərik. Network şəbəkədir, internetimizi buradan bərpa edə bilərik. Resursal zibil qabıdır. İdarəetmə paneli vasitəsilə isə biz kompüterdə hər hansısa bir proqramların yerini dəyişə bilərik və yaxud proqramların silə bilərik, proqramları aradan qaldıra bilərik və yaxud o kompüterin daxili istifadə belə deyək də funksiyalarını buradan tənzimləyə bilərik. Sonuncu əməliyyatı imtina etmək üçün dedik ki, nədir? Ctrl Z-dir. Simgələr hansı quruluş rejimi əks olunur? Hə, bax bu, yəni baxaq, nə edir? Sütunlar üzrə adı, son yaranma zamanı, tipi və ölçüsü barədə məlumat verirsə, bu bütün faylların hamısının işini görür. Deməli, bu detailsdir. İndi baxaq. Altıncısı, kontrol panel vasitəsilə sistem tamamilə söndürülmək varsa, bu shutdowndur. Müxtəlif qrafik faylları saxlamaq üçün kitabxanadır. Ola bilər dokumentin içərisində, amma bir dəqiqə baxsın. Kitabxanada libraries olur. Sənədlərin saxlanması üçün nəzərdə tutulan qovluqdur. Ola bilər bu ikinciyə, elə bu qovluq, dokument qovluğu. Bütün sənədlər buna ümumidir. Üçüncüyə nə deyə bilərik? Üçüncü deyəndə, yəni kontrol paneli. Müxtəlif kökləmə işləri. Bəli, bu da gələcək D variantına. Fayllar sistem və idarəetmə paneli keçirik sonuncu bölməmizə. Demək, burada ən önəmli bölmə budur və ən çox sual tipi də buradan gəlir. Deməli, ümumiyyətlə bütün məlumatlar diskdə həyatda saxlanılır. Disklər nədən ibarətdir? Dairə və cığırlar və sektorlar formasından ibarətdir. Formatlama zamanı müəyyən ölçülü sektorlara bölünür. Həmin o sektorlarda adətən 512 byte olur. Deməli, sektor diskdə müəyyən həcmi olan ən kiçik yaddaş blokudur. Deməli, baxaq. Cığır nədir? Dairə formada olur. Sektor nədir? Belə deyək, dilimlər formasında hissələrə ayrılır bu formada. Cığır sektoru nədir? Cığırın üzərinə düşən hər hansısa bir sektor, bir yarım dairə. Bu, belə deyək də, kompüterin daxili quruluşudur. Və sektorların qrupu isə klaster adlanır. Məsələn, 3-4 dənə sektor birləşir, olur bir klaster.
və yaxud da burada da qeyd olunub. Məsələn, bu adlanır bir klaster. Hər bir məlumat da yaddaşda klasterlər formasında yadda saxlanılır. Və klasterin də adətən həcmi 4 kilobaytdır. Bizə klasterdən danışırsa məsələn şərtində və heç bir məlumat verməyibsə, klasterin həcmi barədə biz onu artıq 4 qəbul edirik. Burada deməli klasterin işi nədir? Ona baxalım. Yaddaşda belə deyək, hər bir məlumatı e, aparır hissələrə, yəni 4 klasterdırsa həcmimiz 4 klasterlıq hissələrə bölərək yaddaşda saxlayır. Məsələn, bizim 5 kilobaytlıq olan bir məlumatımız varsa və klasterin də həcmi 4-dürsə, yaddaşa nə qədər yer ayırırlar. Deməli, o nə edir? Gəlir bu 5 kilobaytlıq olan məlumatı 5 kilobaytı. Deməli 4 kilobaytlıq bir dənə klastra yerləşdirir. Deməli bir klaster tamamilə doldu. Tamamilə. Digər klaster isə artıq bunun 1 kilobaytı qalıb. Həmin o 1 kilobayt isə aparır başqa bir klasterdə 1 kilobayt olaraq yerləşdirir. Yəni müəyyən bir hissəsini. Artıq bu klasterin 3 kilobaytı boş qalsa belə biz ora artıq başqa tipli fail yerləşdirə bilmərik. Ona görə bizim neçə dənə klasterimiz dolmuş oldu, yəni istifadə olunmuş oldu. 2 dənə klaster və hər 2 klaster, hər klasterdə 4 kilobayt olduğuna görə deməli 5 kilobaytlıq fail yaddaşda 8 kilobayt yer tutmuş olacaq. Hətta failin həcmi cəmsi 1 bayt olsa belə yenə onun üçün bir klaster ayrılır. Yəni tutaq ki bizim 25 kilobaytlıq bir məlumatımız var və klasterımızın da həcmi tutaq ki 6 kilobaytdır. Bizə deyir ki, yaddaşda nə qədər yer tutar. Demək, bu tipli suallar nə edirik? Failin özündən sonra gələn klasterin həcminə bölünən ədədi götürürük. 25-dən sonra nə gəlir 6-ya bölünən? 30. Deməli, bu yaddaşda 30 kilobayt yer tutacaq. Bu da necə tapılır? 25-i bölürük 6-ya, eləyir 4 tam nə qədərsə. 4 tam, belə deyək, 6-da 1. 4 tam 6-da 1 o demək ki, 4 dənəsi tamamilə dolur. Bir dənəsi çox kiçik hissəsi dolur. Kiçik hissəsi olsa belə, axırı bu da bir klasterdir. Yəni tamamilə dolmasa belə axırı istifadə olunub. Toplam o zaman bizim 5 klasterimiz istifadə olunub. 5 klasterin də hərəsi 6 baytdan, kilobaytdan eləyəcək neçə? 30 kilobayt. Ona görə klaster məsələlərində özü tamamilə bölünürsə özünü götürürük. Bölünmürsə özündən sonra gələn növbəti klasterin həcmi bölünən ədədi götürürük. Sonra baxaq, burada nə var? İdarə etmə paneli. İdarə etmə paneli nədir? Kontrol paneldə belə deyək də kompüterin idarə edilməsi üçün hissələrdən ibarətdir. Əsasən 8 hissədən ibarətdir. Hansılardır? Birincisi sistem security-dir. İkincisi network and internet, şəbəkə və internetdir. Üçüncüsü aparat təminatı və səsdir. Dördüncüsü proqramlardır. Beşinci istifadəçi hesabı və ailə belə deyək qoruyucusu. Family safety, appearance personalization, görünüş və sərdiləşmə, sonra 7-ci saat, dil və region, 8-ci isə ease of access. Deməli, bu 8 dənə bölmənin adlarını əzbər bilməliyik, amma götürüb bunun hamısı bir-bir təbii ki, neçə səhifə burada yer ayırıblar. Əzbər bilməyə ehtiyac yoxdur. Sadəcə mahiyyətini bilsək kifayətdir. Sistem security nə edir? Sistemi və kompüterin belə deyək də təhlükəsizliyini qoruyur. Biz oradan buraya nə edə bilərik? Hər hansısa bir şifrələr yerləşdirə bilərik, kompüterə daxil olması üçün və yaxud sistemin təhlükəsizlik parametrlərinə baxa bilərik, onları düzəldə bilərik və yaxud hər hansısa bir elektrik enerjisi ilə təchizat planını idarə edə bilərik. Sonra network and internet gəldi. Burada biz şəbəkəyə qoşulmanı və şəbəkədə hər hansı bir problem varsa, həmin problemləri buradan düzəldə bilərik. Eyni zamanda internetə qoşulmanın köklənməsi, qovluq və fayllara ümumi girişin köklənməsi kimi problemləri də buradan həll edə bilərik. Sonra gəlir hardware and sound. Hardware nədir? Aparat təminatı, yəni avadanlıq. Avadanlıqların qoşulması üçün hər hansı bir problem varsa onu buradan düzəldə bilərik. Eyni şəkildə kolonka deyirik də səs düzəlticilərdə və yaxud səs kartında hər hansı bir problem varsa onları buradan düzəldə bilərik.
Başqa, hə, buradan eyni zamanda Siçana, monitora və video kartın da parametrlərindən buradan izləyə bilirik. Proqramlar bölməsində təbii ki, adı üzərində bütün proqramlar yerləşəcək. Biz həmin proqramların belə deyək də silə bilərik və yaxud istifadə olunan proqramları seçə bilərik və s. və s. Ondan sonra gəlir istifadəçi hesabı və family safety, ailə təhlükəsizliyi. Bu kateqoriyada biz nə edə bilərik? İstifadəçi hesablarında biz bir kompüterdən bir neçə nəfərin istifadə etməsini, yəni şifrə parolları buradan təyin edə bilərik. Daha sonra eyni şəkildə də bu ailə təhlükəsizliyi üçündə hər hansısa bir tutaq ki, kartlara giriş izni olan zaman onların belə deyək də evdə olan böyük şəxslərə yönəldilməsini təmin edə bilərik ki, əlavə tutaq ki, valideyn öz övladının kompüterinə və yaxud telefonuna idarə edə bilsin. Appearance and personalization nədir? Görünüş və fərdiləşmədir. Biz kompüterin görünüşünü dəyişə bilərik. Təbii ki, fizik olaraq yox, onun daxilində olan proqramların və yaxud ekranın görünüşünü biz orada tənzimləyə bilərik. E, Baş menü və tapşırıqların yerinin dəyişdirilməsini eləyə bilərik və s. və s. Saat, dil və region isə burada biz nə edə bilərik? Saat, dil, regionda biz saatı, dili və bölgəni adı üzərində tənzimləmək mümkündür. Easy Access isə nədir? Easy Access adətən belə deyək də görmə imkanlı o insanlar üçündür. Görmə deyəndə, yəni görmə, eşitmə və yaxud danışma əngəlli insanlar üçün də ancaq bu istifadə olunur görmə əngəllilər üçün. Onların belə deyək də kateqoriya qruplarından əlavə idarəetmə paneli utilitlərinə böyük simgələr və ya kiçik simgələr rejimlərinə də baxmaq olur. Yəni ekranın belə deyək də simgələri daha böyük şəkildə yerləşdirirlər və ya klaviaturanın üzərində xüsusi düymələr vasitəsilə onların yazı yazmasına şərait yaradılır. Eyni şəkildə ISO Access-də bir neçə e, əlavə xüsusiyyətlər də mövcuddur. Həmin şəxslərin istifadəsi üçün. Siçanın köklənməsi buna ehtiyac yoxdur. Sonra keçək başqa nə var? Bu bölmələrdə də bir hissə yoxdur. Önəmli olan bir də kompüterin sönməsi, yanması. Bu haqqında da danışaq. Buradan suallar zaten gələ bilir. Deməli, kompüterin elektrik enerjisindən ayrılmasının əldən 3 dənə növ var. Biri yuxu rejimidir, digəri qış yuxusu, digəri isə tamamilə sönmə rejimidir. Deməli, yuxu rejimi nə edir? Sleep moddur. Kompüterin istifadə olunmayan blokları söndürülür, amma kompüterin özü belə deyək, aktiv şəkildə qalır. Sadəcə ekran sönür. Sərt söndürülsə də proqramlar RAM-da qalır. Yəni operativ riyaziyyatda sönmür. Bu rejimdə sistemin ümumi gücü 10%, 7-10% istifadə olunur. Qış yuxusu hibernate modda isə verilənlər ayrıca faildə saxlanılır və kompüter tamamilə enerjidən kəsilir. Yuxu rejimi ilə müqayisədə bu rejimdə kompüter işini daha yavaş bərpa edir, yəni daha gec yanır. Enerji sərfiyyatı isə 5-10 watt olur. Tam sönmə rejimində belə deyək, shutdown moddur. Burada sistem tamamilə sönür, bütün saxlanmamış verilənlər itirilir, işə başlamaq üçün sistem yenidən yüklənilir. Və burada da enerji sərfi təxminən 4-5 volt olur. Elektrik sərfiyyatının idarə edilməsi dedikdə kompüter və başqa cihazların, məsələn, televizor ola bilər, istifadə etdiyi elektrik enerjisinin səmərəli idarə olunması nəzərdə tutulur. Biz buradan başqa bu hissələr önəmli deyil, ehtiyac yoxdur bunları öyrənməyə. Çünki demək, imtahanda belə bir şeylər düşmür. Sonra baxaq. Buna da ehtiyac yoxdur. Şifrələrin qoyulması, yəni bu qədər dərinlik yoxdur. Kompüterin uzaqdan idarə edilməsi. Hə, bu TeamViewer proqramı vasitəsilə olur. Bax da qısada danışaq. TeamViewer-la nə edirik? Deməli, TeamViewer vasitəsilə biz kompüteri başqa kompüterdən idarə edə bilərik. Bunun üçün tutaq ki, hər iki kompüterdə TeamViewer açılır, eyni proqram yüklənməlidir.
Və həmin proqram açıldıqdan sonra ekranda şifrə gəlir. Həmin o şifrəni və parolu digər kompüterdə TeamViewer-da biz yazaraq digər, yəni əvvəlki kompüteri biz daxil olub onu idarə edə bilərik. Yəni bu sadəcə bunun üçün istifadə olunur. Diskdə indi keçə 7.3-ün qiymətləndirməsinə baxaq. Diskdə olan müəyyən həcm olan ən kiçik yaddaş bloku nə adlanır? Biz dedik ki, bu sektor adlanır. Faylın real həcmi 17 kilobaytdır. Bu fayl 4 kilobayt həcmli klasterlərə malik diskdə nə qədər yer tutar? Yəni dedik 17-dən sonra 4-ə bölənədə hansıdır? Çünki klasterin həcmi 4-dür, 20 və yaxud 17-ni 4-ə böləcəyik. 4 tam nə qədər? 4 tam %25. Bu da eləyir neçə? 5 klaster. Çünki 4-ə tam da olur. Biri yarımçıq, 5-i də təkrar 4-ə vuranda yenə 20 eləyəcək. 4 kilobaytlıq həcmə malik klaster, diskdə 18 kilobayt real həcmi. Neçə klaster lazımdır? Klaster sayını deyəndə 18 ilə 4-ə bölürük. Alınır 4,5. Bu da eləyir 5 klaster. Klaster sayı ilə 5-dir. Həcmi desə yenidən 4-ə vurardıq. Klaster sayını deyəndə 4-ə bölürük. Tam alınarsa tam ədəddir. Cavab odur. Məsələn, 16 kilobaytı 4 kilobaytı klasterə yerləşdirmək üçün bizə 4 klaster lazımdır. 16-nı 4-ə böləcəyik ki, bitdi. Amma tam bölünmürsə o zaman növbət ədədir. Növbət ədədə yuvarlaşdırırıq. Kompüterin xarici yaddaşında informasiyanın fayllar şəklində saxlanılması bunlarla sistemi necə adlanır? Fayl sistemi. Kontrol panel qovluğunda idarə etmə utilitlərinə hansı rejimlərdə baxmaq olar? Burada belə deyək, bunu onun içərisində deyəsən yox idi. Biri kateqori olmalıdır. Kateqoriya. Digəri isə kiçik və böyük ölçülər olmalıdır. Yəni orada xırda simgə və medium icons yoxdur. Control bir də idi. Hə, bu hansına aiddir? Deməli biz görünüş rejimləri keçmişdik. Bir iş masasında görünüş, bir qovluqda görünüş keçmişdik. Onları danışmışdıq. Məsələn, iş masasında hansı idi? Large, medium, small. Qovluğunda 8 dənə idi, iş masasında 3 dənə idi. Bir də var kontrol paneldə. Kontrol paneldə də 3 dənədir. Bunlar hansılardır? Kateqoriyadır, smalldur, bir də large'dır. 3 dənə olur. 1, 3, 5. Altıncı. Altıncı da görək nə deyir? Altıncı da uyğunluq sual olacaq. Deyir ki, shutdown mod hansıdır? Shutdown nə idi? Sistem tamamilə sönürdü. Tam adı üzərində tam sönmə. Ona görə A, C variantı uyğun gələcək. Sleep modda qismən sönür. Sərsizlik sönür, amma operativ yaddaş oyaq qalırdı. Ona görə B. Hibernate isə görək bu hansı uyğun gəlir. Sərt disk söndürülsə də yox. Kompüter sönür və əməliyyat sistemi təkrarən əməli yaddaşa yüklənir. Bu daha uyğun gəlir. Baxaq görə başqa variantlarda nə var idi? Sistem kilidlənir və şifrələnir. Bu xeyr, kilidlənmə yox idi. Verilənlər ayrıca faylda saxlanılır və kompüter tamamilə enerjidən kəsilir. Hibernate mod bəli bu idi. Ona görə Y variantı uyğun gəlmiş olacaq. Ona görə bu tipli suallarda bütün variantları oxumaq vacibdir. Keçək və salam. Burada da gedir növbəti bölməndə izah edəcək. Hələlik ümid edirəm dediklərimi yaxşıca başa düşürsünüz. Sağ olun.